Burada da Ramil toyuğumuzu doğramağa çalışır. Amma gördüyünüz kimi sümüyü kəsmək mümkün deyil. Bunu ət baltası ilə doğrayıb hazırlayıb, hazır vəziyyətin sizə addım-addım göstərəcəm. Burada da iftara yemək hazırlayıram. Allah hamının orucun namazını qəbul eləsin. Bu əslində kebab deyil, görünüşü kebab olsa da mamamdan öyrəndiyim bir yeməkdir. İndi isə mən burada bunu addım-addım başa salacağam necə eləyirəm. Bir stəkan su süzürəm. Bunu ayrı bir qaba boşaldıqdan sonra. Yəni bu qaba boşaldırıq. Bir stəkan da su süzürük. Öz yağını süzürük qazana. Burada da marina elədiyimiz ədviyyatlı sosu da bunun üzərinə əlavə edirik. Və alçaq ateşdə bunu tamam yumşalana kimi bişiririk. İnanırsınız sümüyünə kimi yumşalır yəni. Tam bilmirəm indi mamam kimi hazırlaya biləcəm ya yox, amma elə bir şey. Və burada da dediyim kimi bütün kebabları qoyduqdan sonra qazana onun sosunu, yağını və bir də 3 ədəd də kartoşka. Hardasa yarım saat, 1 saat dediyim kimi alçaq xodda, yəni qazın xodunu alaraq pişir. O qədər dadlı oldu ki, o qədər gözəl oldu ki, hamımıza nuş olsun. Allah orucu namazınızı qəbul etsin, göz haqqınızı halal eləyin. Bəh, 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 bəh. Gözəlliyə bax, gözəlliyə. Tava kebaba. Hər bir şey var içində. Kartoşka, toyuq əti, soğan.